Hamıya salam uşaqlar, bu günlərim sizlərlə bərabər Hilzi Bradring oynayıram. Nə qəşəngdir mahnılar, ləzzət eləyir. Nəsə uşaqlar, mən mahnını keçirdim, yoxsa telif yeyəcəyik. Bəli uşaqlar, mahnını keçirdim və gəldim. Kanalıma abunə olub, like atmağı unutmayın. Hədəfim 150 abunədir, 150 abunədir. Bu yolda mənə dəstək olanlara təşəkkür edirəm. Şərhlərinizi də əsirgəməyin, başlayaq oyunumuza. Nəsə son dəfələr videolarımız çox izlənmə gəlmir videolarımıza 5, 10, 20. Sadəcə bir günlüyünə taksiz olduğum videom 220 izlənib. Buna görə də hamınıza minnətdaram. Sizin dəstəkləriniz olmasa, nəinki 200 abunə, heç mən 50 abunə belə ola bilməzdim. Hələlik dostlar, belə şey eləyirik, irəliləyirik. Əgər istəsəniz bu videoya 30 izlənmə plus gəlsə, 100% bunun ikinci bölümü çəkəcək. Hilzi Bradring özümdə oynayıram. Yəni köhnələrin oyunudur. 60-90 EPS aralığında telefonum EPS verir. Yəni Tamam. İnandım tamam. Görüyorum hareketlerini. bu da ikinci oyun sözü üçün superdir. 1080 ppi 30 EPS-də videolarımı sizə hazırlayıram. Telefonumun da verdiyi stabil budur. Telefonum kamera odaqlı çox deyil. Bir dəqiqə telefonumu sizə belə çox tərifləməyim. Onsuz güncəlləmələr falan gəlir. Telefonuca konkret başını yerə qoyur. Sizin də telefonunuza nə vaxt güncəlləmə gəlir, nə vaxt gələcək ki, hamısını şərhlərdə qeyd etsəz yaxşı olar. Təzə telefon almaq istəyirəm uşaqlar. Hələ də deyirəm, amma alınca bilmirəm. Təzə telefon almaq istəyirəm. Nəsə məsləhət telefonlarınız varsa şərhlərdə mütləq bildirin. Ala uçur bu. Get. Sağda solda bir yerə Nihat'ın kanalını qoyacağım. Nihat Craft. Orada da abunə olub like atmağı unutmayın. O da 10 abunədir, səhv eləmirəmsə. Onun da heç abunəsi yoxdur. Zəhmət olmasa mənə də abunə olub like ata bilərsiniz. Əgər videolarımı bəyənmirsinizsə dislike da ata bilərsiniz. Bu sizin seçiminizdən asılıdır. Oyunun səsi nə dərəcədə gəlir bilmirəm. Ən yaxşısı mən bu bir dəfə yanım, uzun bir dəfə, ondan sonra oyunun səsini alım. Siz Famil Pro'nda kanalına abunə olub like atmağı unutmayın. O da bizim yaxın dostlardan biridir. Yaxın uşaqlardan biridir. Zəhmət olmasa Famil Pro'ya da like atın, abunə olun. Ala, beyzin getdi yuxarıda. Çağır bu buradan. Ala. Nəsə uşaqlar, mən oyunun səsini alım, gəlirəm. Bəli uşaqlar, oyunun səsini aldım və gəldim. Kanalıma abunə olub like atmağı unutmayın. Hədəfim 150 abunədir. Bu yolda mənə dəstək olan hamıya təşəkkür edirəm. O deli Taci. O deli Taci. Maraqlı oldu orası. Qəşəng oldu. Yəni ora edit gələr. Bəli, nə deyirdim, kanalıma abunə olub like atmağı unutmayın. Sizin dəstəkləriniz mənim üçün çox önəmlidir. Hədəfim əlbəttə ki 150 abunədir. Bu hədəfdə kanalıma abunə olun, dəstəklərinizi əsirgəməyin. Uzun videolarımda izlənmək çox azalıbdır. Əvvəl hər video atanda 30 plus izləmə gəlirdi. İndi də izləmələr azdır. Bu oyun dostlar çox retro oyundur. Əfsanə oyunlardan biridir. Səhv eləmirəmsə bu oyun 2017-də falan çıxıbdı. Bildiyiniz bu var hər telefona gedən oyun oldu o vaxtı. Camaat bunu yükləyəndə deyirdilər ki Hilzi Bradring oynayıram. O vaxtın populyar oyunlarından olubdu. Yenə yandıq bu səfər. Yəni mən də gördüklərim qədər inat danışıram. Mən balaca olanda uşaqlar bunu oynayırdılar. Mən də onların əlinə baxırdım. Deyirdim ki, ala bunlar Hilzi Bradring hardan yükləyirlər, ala. O vaxtı internetdən zaten başım sıxmır, biraz cahil olmuşam. İndi onsuz da cahiləm. Ala buna axarır. Pul da qazana bilmədik. Əgər bu videoya izləmələr gəlsə 3-4 bölümdən sonra 100% əminliklə deyirəm ki Hilzi Bradring 2-ndə videolar gələcəkdir. Və yaxud Hilzi
Yəni oyunları, yəni bu şirkətin çıxartdığı oyunları da çəkib paylaşsam yenə. Motosiklet biraz riskli deyil. İndi şəhərlərdə dostlar, elə uşaqlar olur yazırlar ki, qaqa niyə uşaq oyunu oynayırsan, nə bilim, niyə balaca uşaqların oyununu oynayırsan. Bu uşaq oyunu falan deyil, yəni retro oyunlardan biridir. Mən buradan keçə bilmirdim bu körpüdən. Bu səfər yavaş keçdim. Bəli, bu retro oyunlardan biridir, yəni uşaq oyunu deyil. Qabağını qaldırıb gedək. Ehtiyatda base'in üstündən keçdik. Yəni oyunu dünən yükləmişəm. Ona görə çox şey eləməyin ki, niyə heç nəyin yoxdur oyunda. Hiləlisini də yükləyə bilərdim, pul hiləlisini. Özüm dedim belə maraqlı olur, pul hiləlisini ilə. Adamın özünü əziyyətə ləzzət eləyir. Həqqi də elədir uşaqlar, kimsə telefon hədiyyə eləyəndə, məsələn də, deyək ki, hansısa qohumum, tutaq da deyirəm, dayanın. Hansısa qohumum mənə telefon hədiyyə eləyib, o qırıldı, mən biraz pis oluram, sonra deyirəm, nə qarmı qırılsın da. Amma adamın öz cürün qazandığı olanda adama təsir edir ki, ayda, telefonuma ona əziyyət çəkib qazanmışdım. Adam bildiyin o telefonu qoruyur. İstəyir var ya, içinə oyun getməyən zəif bir telefon olsun. Adam onu qoruyur. Valla bu nağarır. Bilseydim orada takla attırardım. 11.000 buradan gəlir əldə elədik. Nəsə uşaqlar, mən bu dəm buranı 40.000 eləyim gəlirəm. Bəli uşaqlar, artıq 40.000 pulumuz oldu. Və elə videonu da burada da açdım. Davam edirik burada. Sizlər də kanalıma abunə olub, like atmağı unutmayın. Üstün dəstəkləriniz mənim üçün çox önəmlidir. Hədəfim 150 abunədir. Bu yolda mənə dəstək olan hamıya təşəkkür edirəm. Uşaqlar, bu arada bir dənə də bilgiləndirmə edirəm. Mən yəni videoları sadəcə əyləncə üçün çəkirəm. Heç bir yəni qazanc və yaxud nəsə başqa bir şey üçün yox, sadəcə sizləri əyləndirməkdən ötürü çəkirəm videomu. Əgər sizin də özünüz gördünüzsə və yaxud videolarımı maraqla izləyirsinizsə like ata bilərsiniz. Əgər yox, videolarım pisdir deyirsinizsə də dislike ata bilərsiniz və şərhlərdə yaza bilərsiniz ki, fərqli belə oyunlar çəkdim. Maraqlı deyil videolarım. Bunu yazsazsa mən özüm pis olmayacam. Daha da deyəcəm ki, izləyicilərim mənim videoma baxırlar, maraq göstərirlər. Videomu izləyənlərin 97%-i təsəvvür edin ki, abunə deyil. Əgər 97% də abunə olsaydı, indiyənə kimi mən rahat 500 abunə olardım. Təsəvvür edin ki, indi 115 abunəyəm. Bunun sadəcə 3-4% mənə abunədir. Yox, 5% mənə abunədir. Valla çaşdım, mən neçə dedim bəyəklərim. 197 dedim, 194 dedim. Maşınlara baxaq dostlar. Nəsə şəhərlərdə hansısa maşın istəyirsə adını yazın şəhərlərdə ki, qaqa bu maşını al ki, orada alacam. Maşınları sizə belə göstərim. Maşınlar bu vəziyyətdə. Mən bir dəqiqə hədəfim burada polis maşınını almaqdır. Amma indi almayacam, biraz sırayla alacam. Hippi karavanı da yaxşıdır. Yarış kamyonu yox, yarış arabası, bir də polis arabası. Elə bunlar ən qəşəngdir. Polis arabasında effekt falan var. Bu maşını heç sürməyə ehtiyac yoxdur. Bu maşın da oyuna təzə gəlibdir. Yerlərə baxaq. Sezonlar var, çöl sezonu var, kutub var. Otoban, ay yaxşıdır, ay yerinə ala bilərəm. Amma hələlik çölü alım, ay yerində alacam. Çöldə bir dəfə sizlərlə bərabər yoxmayaq. Babat da həm də pul verir. O yerləri keçdikcə ayda. Bir dənə pis işi var ki, bu motosikletin üstü bağlı deyil deyə aşır. Həm də ağırlığı yoxdur. Bir dənə qabaq qaldıraram. Eşək.
Mən qaldırıb saxlayaram elə. Sür. Sizlər də Nihatın kanalına abunə olub like atmağı unutmayın. Nihat Craft yazsanız gələcək YouTube'a və yaxud mən buradan şəklini qoyaram. Baxarsınız. Onda maraqlı videolar var. Minecraftda qəşəng modlar qoşur. Minecraftda təzə hətta videosu var. Minecraftda ən qorxulu modlardan birini qoşub oynayır. Mən də ona fərqli modlar yazdım. O da oynayacaqdır. Hətta qoşulub belə oynaya bilərik. Gedra motosiklet. Oy, elə bildim getdim ala. 640. Bu arada bu oyuna məncə güncəlləmə gəlibdi. Siz hardan bilirəm. Mən əvvəl bu oyunu oynadığım üçün bilirəm ki, oyuna güncəlləmə gəlib ala. Çünki bu çölün, sırf bu çölün yolu şeydə var idi. O oyunun ən birinci bizə bedavaya verdiyi yolda var idi. Qəşəng. Qoy bel nəfs ya. Nəsə uşaqlar, sizə oyunumuzda son dəfə oynayaq, amma bundan əvvəl görevlər falan var, görevlərin başını buraxıram. Bundan alacam bir dənə. Nitro qəşəng işləyir. Nəsə, mən rahat bir 600 metrə kimi gedim, orada videonu açaram. Bəli uşaqlar, 400 metrəyə qədər gəldim. Bu motosikletin bir dənə pis işi var ki, amortizatorları çox yumuşaqdır. Ağır amortizatorları yoxdur. Yəni, tərpət etmək olmur amortizatorları. Sizlər də kanalıma abunə olub, like atmağı unutmayın. Dəstəkləriniz mənim üçün çox önəmlidir. Hədəfim həmişəki dediyim kimi 150 abunədir. Bu yolda mənə dəstək olan hamıya təşəkkür edirəm. Yaxşı ki varsınız, olmazsanız nəinki 115 abunə, heç mən 30 abunə belə ola bilməzdim. Uç. Getdik. Ala, mən oradan keçə bilmirmişəm. Mən də bu bayraq yerini elə bildim ki, orada ala. Geç, sür. Yeni hədəf 1000 metrlikdir. Buradan buranın çıxsa halaldır ya. Yox, bu buradan o tərəfə gedə bilmir. Babatda pul qazandıq. 130 minimiz var hardasa, təxminən yuvarlıq belə eləsək. Nəsə uşaqlar, məndən bu qədər. Videomu bəyənməsinizsə bəyən atmaq, bəyənməmişsinizsə dislike atmağı unutmayın. Hədəfim 150 abunədir. Bu yolda mənə dəstək olan hamıya təşəkkür edirəm. Sizin sayənizdə 115 abunə olmuşam. Sağda solda bir yerlərə Nihatın da kanalını qoymuşam. Ona da abunə olub like ata bilərsiniz. Əgər videoların davamını istəyirsə, şərhlərdə davamını et yaz. Shorts videolarımda da paylaşsam. Ki dəstəklərinizi əsirgəməyin. Sağ olun, salamat qalın. Ən əsas Murad Oyun Krallıq YouTube kanalıyla qalın. Görüşərik.